Ermənistanda Azərbaycanlılara məxsus yüzlərlə qəbirstanlıq yer üzündən silinib. İlk dəfə bu dağıntılar sistemli şəkildə sənədləşdirilib. Peyk görüntüləri, arxivlər və faktlar bir araya gətirilib. Qərbi Azərbaycan icmasının hazırladığı 5 cildlik Qərbi Azərbaycan İrsi kitabının artıq 1-ci cildi təqdim olundu. İndi isə gəlin həm bu sənədləşdirilmiş sübutlara, həm də məqsədi izah edən çıxışlara birlikdə baxaq. 1980-ci illərdə mövcud olan qəbristanlıq və eyni ərazinin 2000-ci illərdəki görüntüsü artıq heç nə qalmayıb. Qərbi Azərbaycanda Azərbaycanlılara məxsus yüzlərlə qəbristanlıq bu cür yox edilib. Bu gün isə həmin dağıntıların sübutları bir araya gətirilib və ilk dəfə sistemli şəkildə sənədləşdirilərək təqdim olunur. Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək bildirdi ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsizlik və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbristanlıqlar kütləvi şəkildə dağıdılıb. Yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Toplanan faktlar sistemləşdirilib. Dəyən zərərin miqyası və nəticələri müəyyən edilib. Qəbristanlıqların dağılmasına görə Ermənistanın hüquqi məsuliyyəti təsbit edilib. Sonra çıxış edənlər nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşdülər. Qeyd olundu ki, qəbristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bütün faktlar da Qərbi Azərbaycan İrsi kitabında yer alıb. Bugünkü kitab Qərbi Azərbaycan İrsi adlanan bu seriya 5 cilddən ibarətdir. Bu 5 cildliyin birinci 3 cildi Qərbi Azərbaycan ərazisindəki Azərbaycan müsəlman qəbristanlıqlarına həsr olunubdur. Növbəti 4-cü cildi həmin ərazilərdəki bizim məscidlərimizə həsr olunacaqdır. 5-ci cild isə bizim türbələrimizə, pirlərimizə, ocaqlarımıza həsr olunacaqdır. Birinci cilddə 201 qəbristanlığımız araşdırılıbdır və bu 201 qəbristanlığın yalnız ikisinə toxunulmamış qalıbdır. 157 qəbristanlıq demək olar ki, tamamilə yer üzündən silinibdir. 47 qəbristanlığı çox dəhşətli dərəcədə dağıdılmış görüntülərini müşahidə edə bildik. Monitorinqlər zamanı bir çox dəhşətli faktlar üzə çıxıb. İlk olaraq 600 qəbristanlığın tədqiqatı aparılıb. Məlum olub ki, 600 qəbristanlığın hər biri tamamilə məhv edilib və izi silinib. Azərbaycan adı ilə bağlı, onun tarixi ilə, onun milli mədəni irsi ilə bağlı nə varsa, hamısı vandalcasına məhv edilib, adları dəyişdirilib. İndiyə qədər demək 702 toponimin, kəndlərin, qəsəbələrin, şəhərlərin adları dəyişdirilib. Buna görə də bütün götürəndə 1954-cü ildə başlayaraq UNESCO-nın ta 2003-cü ilə qədər qəbul etdiyi bu demək milli mədəni işlərlə bağlı konvensiyaların hamısında bu hərəkətlər cinayət hesab olunur. Monitorinqlər yalnız dağıntıları deyil, bu dağıntıların ardında duran məqsəd də ortaya çıxarır. Məlum olur ki, qəbristanlıqlar təkcə zamanla yox olmayıb, planlı şəkildə məhv edilib, yerində yol çəkilib, bəzilərinin üzərində isə erməni qəbristanlıqları salınıb. Bu əməllər təkcə tarixi ədalətin deyil, beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevra konvensiyalarının, UNESCO konvensiyalarının və digər mühüm sənədlərin də kobud şəkildə pozulmasıdır.